Pətəy market, Araz market, Zəfər 4-ün 50 metrliyində 3 sotda 2 mərtəbə alt otaq şəxsi tikili, əşyalı və əşyasız da verilir. Mən sizə əşyasız qiymətini deyəcəm. İnşallah əşyalı qiymətdə gələndə danışarsınız. Jalüz qapısıdır, əl qapısıdır, çölçün sanzildir və 2 mərtəbənin ikisində də sanitar qovşağı var. Ortada monolit betondur. Belə evlərdə çox adətən yerdən olur. Bu evimiz 8 daş kürsüdədir. Hələ padvalına düşüb gəzə də bilirsən. Gördüyünüz kimi bisetkanız, manqalxanası, çölçün sanzili. Evimizdə tam remontlu problemimiz, mərtəbə arası dediyim kimi monolit beton kamera sistemli ilə təzyiqonlu 7/24 kamera nəzarətindədir. Yəni bu evdə yox söhbəti yoxdur. Sənədimizdə torpağın çıxarışıdır, hamıda olduğu kimi burada deyilir sənə. Ətraf mısıq yaşayış elitli evlər. Daxil olduqda belə bir koridor qarşılıq bizi istəyiniz burada da otura bilərsiniz. 3-4 metr enində. Burada gələndə sanitar qovşağımızı təqdim edər. Keç bir dənə mətbəx hissəmizi təqdim edər. Gəl bir dənə yataq otağımızı təqdim edər. Aşağıda bir yataq otağımız, bir qonaq otağımız və mətbəximiz mövcuddur ki, 2 mərtəbəli evlərdə aşağıda yataq otağı olmalı, çox gözəldir. Gördüyünüz kimi, istəsəz əşyalı da ala bilərsiniz, çox da belə götürülməyəcək, sadəcə şəxsi əşyalar. İstəsəz də əşyasız qiymətində səsləndirəcəm inşallah. Keçid eləyə bilərik 2-ci mərtəbəmizə. 2-ci mərtəbəmizdə də 4 yataq otağımız mövcuddur. Birini qardaş iş otağı kimi istifadə edir, siz də istəsəz iş otağı kimi istifadə edə bilərsiniz. Daxil olduqda solda elə birinci, o dediyim iş otağını təqdim elə, bir dənə buradan balkon hissəmizi göstərək. Gəl zəhmət olmasa, yataq otağımıza bax. 6-nın 5-ədir, 7-nin 5-ədir. Evdə bir qram titrəmə, əsmə yoxdur, çünki dediyim kimi orta monolit betondur bu. İkinci bir ailə yataq otağımız. Otaqlarımız çox genişdir, işıqlıdır, gözəldir. İsti sisteminə də təchiz olunur. Sonuncu yataq otağımızı və 2-ci mərtəbənin sanitar qovşağını. Əziz dostlar, gəldik indi əsas məsələyə. Qiymətimiz ev sahibi 153.000 manat deyil, real alıcı inşallah gələrsə endirim olunacaq. Yox, əgər ki, əşyalı istəsəz, gələrsiz, danışarsınız, əşyalı da götürərsiniz. Səhifənizi deyin, takip edin, bəyənməyi unutmayın. Sağ olun, var olun.